Lerikdə yerli əhali əsrlərdə əkinçilik və heyvandarlıqla yanaşı arıçılıqla da məşğul olur. Rayonun zəngin bitki örtüyü, dağları, meşələri arı ailələrinin saxlanılması üçün əlverişlidir. Təmiz ekoloji mühitdə istehsal olunan lerik balı müalicəvi xüsusiyyətləri ilə seçilir. 80-ə yaxın arı ailəmiz var. Onlardan demək olar ki, 8 arı ailəsi ölüb. Amma digər arı ailələri yaxşı vəziyyətdədir. Onların da hal-hazırda pöhrə verməyi, əksəriyyəti pöhrə verməyi mərhələsindədir. Amma elə arı yeşiklərimiz var ki, onlara korpuslar qoyuruq. Yəni, daha çox bal əldə etməkdən ötürü biz bunu edirik. Yay ayında bal süzümü işə aparılır və gələn qonaqlara, gələn turistlərə həmin məhsullardan təqdim olunur. Lerikin cökə və meşə balları bazarda ən çox tələbat olan məhsullar sırasındadır. Fermerlər balı əsasən yerli bazara və yarmarkalara çıxarırlar. Qiymətləri isə 25-30 manatdır. İyunun axırı, iyul ayının əvvəli çiçək balı. El arasında deyilən may balı götürmək olar. Belə biz də onu bir dəfə süzürük, götürürük. Arılar bu ərazidə qidalanır, əsasən bitkilərdən başlayaq, yaz. İlk dəfə, deyək ki, zancirotu, ot bitkilərdən, meşə bitkilərindən, ağaclarından, söyüd kimi çiçəyindən, gökə axırda olur, hələ qalıb, söyüd kimi, sonra söyüd, ağcaqayın, akasiya, meyvə ağacların çiçəkləri, meşə xurması indi bu yaxınlarda olacaq, meşə xurmasından sonra gökə. Lerik dağlarında ilin bütün fəsillərində iş davam edir. Hazırda arılar iş prosesindədirlər. Mövsümə uyğun olaraq canlanma baş verib, həm artım prosesi gedir, həm də bal toplayırlar. Yeni yumurtalar qoyulub, bir müddətdən sonra isə yeni arılar mövcud olacaq bu ramkada və onlar bal toplayacaqlar. Bal iyun ayına qədər olacaq, daha sonra isə yığım prosesi baş tutacaq. Deməli, bunlar balalardır, bu isə erkək. Xəstəliklərə qarşı da tədbirlər görülür. Odur ki, bu mövsüm məhsuldarlığın yuxarı olması gözlənilir. Gənənin çox olması arı ailələrinin həm zəifləməsinə, bəzi hallarda onun qırılmasına səbəb olub. Və necə mübarizə apardınız? Gənə uyğun olan dərmanlardan istifadə etmişik. Bir 80-dən yaxın arı ailəmiz var. Onlardan bir 10 arı ailəsi tələf olub. Amma qalanı demək olar ki, yaxşı vəziyyətdədir. Zəif olan arı ailələrində digər arılardan arı ailəsinin ramkalarından istifadə edib onları gücləndiririk. Lerikdə arıçılıq güclü inkişaf edibdir. Yəni, lerik balı həmişə brend bal olaraq Azərbaycanda və Azərbaycandan kənarda tanınmış bir baldır. Arıların inkişaf dövrüdür, həm baralama gedir, artım gedir. Onun əsasən bu işlərlə məşğuldur. Nə qədər arı ailəsi var lerikdə? Lerikdə 20 minə yaxın arı ailəsi vardır. Onunla da bir 700-ə yaxın fermer məşğuldur arıçılıqla, arıçılar məşğuldur. 20 minə yaxın arı ailəsindən hər il orta hesabla 150 ton bal istehsal edilir. Nuranə Tələt qızı, Elnarə Həsənova, AzTV xəbər.